Hörmətli izləyicilərim, Füzuli rayonunun işğaldan azad olunmuş Qərbət kəndinə gəlmişəm. İsa Bacıoğlunun dəvəti ilə, yəni burada qəbristanlıqda bir xeyirxah iş görmək istəyirlər. Qəbristanlıqda su çəkmək, qəbristanlıqda olan abadlıq işlərinin həyata keçirilməsi üçün, ağac əkilməsi üçün gələcəkdə xeyirxah iş görüb su çəkdirmək istəyirlər. Dəvət eləyibdi məni. Mən də böyük məmnuniyyətlə gəlmişəm. Azad olunmuş torpaqlarımızdır. Həm ziyarət, həm də ki, onların bu xahişini yerinə yetirib, onlara bir köməklik eləmək. Bax, həmişə olduğu kimi, deyim ki, biolokatörü saxladım belə və biolokatör döndü. İstiqamət verdi, arxasınca hərrəndim və irəlilədim. Gəldim, bu daş qoyduğumuz yerə. Bax, burada mənim qaşımı kəsdi. Burada mənim qaşımı kəsdi. Əvvəlcədən müəyyən eləmişdim yerləri, sonra çəkiliş edirəm, həmişək kimi ki, vaxt az geçsin. Bu deməkdir ki, bu ərazidə, mən durduğum yerdə su var, su xətti, yeraltı su damarı buradan keçir. İnşallah dərinliyin də ənənəvi ayaq vurma metodunu müəyyən elədim. Hardasa 16-17 metrə təxminən göstərdi. Əgər artizan vurmalı olarlarsa, artizan üçün bu xəttə başqa bir yer müəyyən elədim buranı ki, əgər buradan qazarlarsa yerin altında gölməçə var, göl də var, balaca göl. Yəni qazarlar və o gölə çıxmaqla yaxşı sularını da götürəcəklər. Allah cəmi burada dəfn olunmuşlara, cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin. İsa Bacıoğlu da sağ olsun ki, etimad göstərib, inanıb dəvət elədi. Mən də gəldim burada bu xeyirxah, bu gözəl işi həyata keçirtdim.